uşaqlar, nə var nə yox. Dünənki videomuzu çox bəyənmişsiniz. Biz də sizləri çox sevirik. Bugün oyuna ara veririk. Çünki bugün Tacir evdə yoxdur. Həyatımda ilk dəfədir ki, Taciri oğlan dostları ilə qoyuram ki, getsin hardasa qalsın. O da niyə qoyuram? Çünki tanıdıqlarımdır, rahibdir, Mədinənin yoldaşı, qaynımdır, dostlardır, bir ki dostlarımız var, ailəvi. Onlarla da bağ tutmuşuq onlara. Bağda qeyb qalacaqlar, isti hovuzlu bağda. Mədinə də bugün bizə gəlir. Mən də indi çox vacib bir yerə gedirəm. Qızlar, bilirsiniz ki, mən də toyumda çox qızıllar taxılmışdı, üzüklər falan taxılmışdı. Mən də o üzükləri ümumiyyətlə taxmıram. Çünki çoxsu qaşlıdır. Nəm taxmıram da. Yəni nənəm zad, qaynanam zad, qaynanam anası, qaynanam atası zad taxmışdı. Ona görə taxmıram. Mən də onu dəyərləndirmək istəyirəm. İstəyirəm ki, gedim o qızılları satım. Yerinə qaynanam tərəf mənə nə verir? Yerinə daha qəşəng bir üzük al. İndi göstərəcəm sizə nə veriblər. Yəni başlayım sözə görə göstərəcəm Qaynanam hamısını. tərəf mənə nə verir? Nəsə iki dənə üzük veriblər. İstəyirəm ki, nəysə arkadaşlar, biz yenə mini bir atışmamız oldu. Lap deyəsən nənəm alıb, xalam alıb ha? Alıblar da ha? Qızıl görmüşdüm. Niyə görməmişdin? Mən sənin evə gələndə mənim bir topa qızım vardı, hamısını satdım. Yox idi sən Allah. Oradaydı o qızıl. Tacirə lazım idi Satdım. Sənin Mənə xəbərin yox idi. Mənə Oğluma satmışam. Hələ evlənməmişdim. Ay kişi, hələ evlənməmişdim. Sən oğluma lazım idi, Sen ikiniz satdım. eyiniz. Siz Eyni deyilik. Çünki arkadaşlar gördünüz qaynanam arada haqqın tərəfini tutmağa bacarır. Sağ olacaq. Bir hoş qızıl oradaydı səndə son oldu. Bir ovuz yox idi. Zaten özümə uyğun seplərim var idi. Qolbaqlarım var idi. Sən oğluğa görə aparırsan. Hə, bizə gəlməmişdən qava satmısan. Əlimizdə. Hə, sən gəlməmişdən qava satmışam. Onu bizə niyə satmısan? Niyə satmışam? Sən maşallah niyə satmışam? Haqqlı danış. Yox, onu bizə niyə satdın? Sen bilirdin ki gələnsən o yenilənəcəkdir. Xeyr, sən oğluna versən. Nəysə arkadaşlar. Nəysə, qulağım getdi. Onlar da tuttum. Ondan sonra qızıl da gələcək, hər şey gələcək. Nəysə arkadaşlar, gedirəm burada. Kəsərəm. Özüm üçün ayırıb qoymuşam belə kisəyə. Bunları aparıb satacağam. Qızıl alıb. Aparıb satacağam. Burada heç 50 qram qızıl yoxdur, bir meş yox. 10 qram bəlkə də 20 qram qızıl var. Eləmə, baxma, özüm açacağam izləyicilərimə. İstəmirəm, ala bax. 1 kilo qızıl var. 1 kilo. Nəysə arkadaşlar, aparıb bunları satıram. İndi orada da bir iki dənəsi var, qoyacağım onun üstünə. Yazıq- Aparıb satıram. yazıq Papa Səməra option xanım. bir sözlə papa ilə şeyə gedirik. Hara gedirik? Yazıq Səmərufla Təranə pensiyalarından kəsib buna üzüyü alıb veriblər. Bu da parı satır. Arkadaşlar, satıram çünki taxmıram da. Onlar da istəyər ki, mən dəyərli bir şey taxım. Mən də onların satdıqlarını satıb kiməsə vermirəm ki, satıb özümə qəşəng bir şey alıram, taxıram da. Nəysə arkadaşlar, satıram. Özüm mən özümkilərə demişəm, indi sənkilər də bu videodan sonra biləcəklər. Arkadaşlar, satıram, özümə daha qəşəng bir üzük alıram. Oradan sonra da Mədinə gəlib üzü. Axşam da mən Tacir restorana getdiyi üçün papa gəlir restorana aparacağam. Qəşəng bir ziyafət eləyəcəyik. Option, gözünüz bu videoda olsun. Mənə kostyum zadalassan. Yox. Və belə gedəcəm restorana. 10 qram qızıl satıram, bir mənə kostyum alsa satıram, sənə nəsə almıram, özümə qızıl alıram. Hadi getdik arkadaşlar, bay bay. Bu arada nənəsi də sağ olsun, Alisan qəşəng tezəndən gəlib. Bu da yedizdirir mən balamı. Mən balamı yedizdirir. Mən indi durmuşam, mənim üçün tezləndir papuli. Yedizdirir. Anacan salam və izləyicilərimə. Salam. Qızımlarımızı Hadi arkadaşlar, bay bay. Yaşlı dosanım. Arkadaşlar çıxdıq evdən. Şimdi gidiyoruz. Yine mənim indirib bu istiyin çağında Nivaya. İnanın Allaha o qədər istidir, o qədər istidir. Əslində mən şükürlər eləmirəm, şükür Allaha. Bu arkadaşlar niye demiyorlar ki? Bu olmayanlar da var. arkadaşlar Prosta ki niye istidir. Yok bu arkadaşlar niye demiyor ki sana? Bize de nasıl yazmıyor ki orada bu kişinin tuvaleti var. Hani onun cipi? Hə, hanı Sağlı cipin? sana verseler. Hanı cipin? Cipimde 500 manat xərci var. Ay Allah, nə vaxtsa dindirirsən cip, o 500 manatı məndən almamış əl çəkməyəcək. O də 500 yəni. manatı sen versen cip. Dünənlərim oyun videosunda yazıblar ki, yox oyun yox, sizin atılma videonuzda. Sən orada demişsən ki, sənin qızın tac alacam. Orada yazıblar ki, nəyə şükür edib pul versən tac alıb. Görsən necə pul kimi tanıyırlar ki baba. Yazıblar ki, Bak o 500 manatı versen maşını düzeltirsen getir cipi saklayacağım. mənim istəmirəm, mən cip mip sürə bilmirəm, mən özüm maşın Sen alacam. kapıda sakladın ancak sen Lazım deyil, istəmirəm. Onu da demeden bunu oğlum beğeniyor Bu istiyin gündə mindirib Hala verdi bir buraya. tane pets adamı. Al bak, buradan da bir dənə pöç vurur imişdi. Bir tane manite bunu Alın alıp yazı. yoksun. Neyse arkadaşlar, biz olsa yola gitmirik. Bu kızılarımı satıp sen 500 manatı vereceğim. Neyse arkadaşlar. Satıp sattıran ondan. Çavuşkanın kendime kızıl alacağım. Gittim arkadaşlar. Bay bay. Arkadaşlar. Geldik. Yine senin yüzünden sakız attım ağzıma bak. Gecedeki neyse. Çiğneme, turla. Yavaş çiğneyelim.
şeydi. Hı. Dedi babama paracağım 100 manatlık şalvar. Bura haradır baba? Pulun var. Hele sen Şalvarım kızardı. Akşam da bu şalvarım suydu. papam çavalar balacalaşıb qızlar düz deyil. Ona şalvar alacağım. Amma indi yox maaşım olanda, hələ maaşım almamışam. Neyse arkadaşlar. Sen maaşını aldın ben şalvar. Bura haradır baba? Bura məhlədir axı. İşte burada o maşın yağı yer var orada ver. Bura digim Laçındır bura. Laçına gəlmişik bu arada arkadaşlar. Bax təsəvvür yerdən bir 500'lük tapırsam. Oyda onunla hazır cüzdan Harika. takip çıkacak. Böyle baba ortam böyle yarısı Burası yarısı. 500'ü versen şeye 300 onlara 800 versen. He al. Arkadaşlar ben neyse bu peygamberliği ağzım pozurdu vallahi. Neyse gidiyorum. Söndürüyorum. Arkadaşlar gelmişik. Hal-hazırda burada seçirik. Öz qızlarımızı vermişik. Yoxluyorlar. Burada seçirik. İndi alacaqlarımı falan sizlerle bölüşeceğim. Çok bir şey qızlar var bu arada. Buranı tapa tanıyır diye elə birinci bura gəldik. Gördüyünüz insan məni əsəbləşdirir. Deməli qızlar, qızlarımın hamısı 1630 manat pul elədi. Mən də özümə qəşəng belə bir set aldım. Komplekt aldım. Həm üzüyü, həm sırqası, həm də klonu. Ben de şey Bakın, paltoşka belə. pulu vereyim. Klonu. Benzin pulu vereyim. Bu neçə aldıq baba? 810 manat aldım qızlar. 810 manata bunu aldım. 820 manat da götürdüm özümə. Bu da zaten qolbağım da var da. İndi bayaqdan düşüb mənim üstümə ki 810 manatı ver mənə. Aa necə insandır bu vermərəm. Allah'a andolsun. Məndən pul ala var ha. Qurana andolsun qızlar. Bax açaram YouTube'a otururam deyirəm 800 apardı manat versən mən. atma. Qızlarımı satdırdı. Mənim də pulumu aldı. Özdə bayaqdan mənə dirəşib ki bu komplekt al, bu komplekt. Deyirəm nə qədər lan bəyənmirəm. Deyir al uduzmayasın. İndi fikirləşirəm ki özünə görə çalışmış ki 830 manat qalsın. Mənim 830 manatın başından 1 manat əksi olan Nurlan. Andolsun Allah. Açaram YouTube'a otururam deyirəm qızlar baxın. Qızlar bax hər axşam o 830 manatımı sizə göstərəcəm. Mənim o 830 manatım getsə bax bilin ki bununluqdur. Bax mən Müftü puldu da gəlibdi. Müftü niyə olur? Mənim qızıllarım toyuna taxılan qızıllar da əziyyətlə nələ gəlmişəm mən. Yo, toyuna takılan kızıllarda o bu alıp verdi. Nə o bu alıb, nənələrim alıb. O bu niyə alır? Səmərruf nənəm, Zərgələn nənəm, Təranə nənəm, Ne başa kadar nənəm var? düşmədim. Qızlar, Allah'a and olsun mənim pulumun başını yeyə. And olsun Allah'a çəkib paylaşaram. Bax deyirəm sənə. Eşitdin? Şu arkadaşlar. Ha borcu verdi ha. Vermirəm də sən mən borc versən sən nə borc ala bilərəm Nurlan? Ne vermişsin? Yox, vermirəm. Deyir maşını düzəltdirim. Bizim sən maşını da. Ay uşaqlar. Mən qızılımı satmasaydım sən maşını Bak ben düzəltdirməyəcəkdin. səhv deyirəmsə deyir ki, deyir Nivan bəyənmirəm. Bəyənmirəm. İstidir, takturuk geliyor. Deyirəm cip var orada da. Gedək düzəldək onu sürək də. Rahat gedək Heç gələk də. bir manat da vermərəm. Heç bir. Bax, söyləmə düdü qoyacağım. Heç bir manat da vermərəm. Arkadaşlar, bir manat belə vermərəm. Pis deyirəm uşaqlar. Pis deyirsən. Düzəltmək lazım. Arkadaşlar, mən bu maşını düzəltdirməliyəm. Mən niyə düzəltdim ki? Sən oğlum var, get düzəltdirsin də. Kızım da sensin de. İstəmirəm, lazım demirəm. Yazı ataya kalan kızdı kıza Lazım, kalan. mən qalmıram. Nə atıya qalarım, nə də qıza qalarım. Arkadaşlar, pulun başını yemək istəyir. Allah'a and olsun. İmkan vermədi ki, özümü şey eləyim orada. Bu komplekti aldım. Sen ben dedim ki sırga da al. Tamam da ayrı üzü al. Başka şey. Mənim manipulyasiya elədi. Mənim manipulyasiya. Hədə pul lazımdır. Niyə qəşəng komplekt aldım? 800 manatını da qoyuram Komplekt üzümə. yok komplekt. Komplekt. Qəşəng komplekt aldım qızlar. Düzdür, həm sepini, həm qolbağını, həm üzüyünü. Ya mən 800 manatı ölməsin qaldı ha. özümə. Cavan ailəm, ürəyim nəsə olmadı. Səhv deyirəm Yazık siz sen Allah. yani kuşlar günlüğü. Yazık benim uşağımın günlüğü. Yazık benim uşağımın günlüğü. Ben o Vermem. kişiler kim diye bir daha pive içebilmem. Bir daha çay içebilmem. Qadın bizə baxın. Sənə bir manat da vermərəm. Allah'a and olsun bax arkadaşlar. Nəysə boğazım zobum tutdu ki. Məndən bir manat ala, deyək ki o 800 manat. Hani pulum gözlə, pulumu da gizlətmişəm burdadır. Baxın. Get qoyun, mən kirəsən, Yox, tamam. itimərəm, sən narahat olma. Məndən bir manat ala, and olsun Allah'a səni rüsvay eləyərəm. Hiç pul istəmirəm. Lazım diye pul uzadım ben. Gör ne deyirəm. Hə. Sabah deyərsən ki ata gedək Qəbələyə, nə bilim şey Oğuza, nə bilim Niva ilə gedəcəyik. İstəmirəm, mən getmirəm. Mən dünən Niva yox idi, getmirdim Qəbəliyə taksi ilə, maşınla. Xeyr. Aa. O birisi balaca maşınla gedirdi. Sən nə? O balaca maşını verməyəsən, mən də vermirəm o balaca maşını şey. Vermir, Hə, gedin ala, özünüz gedin düzəltin. özün tap. Hə. Nəysə arkadaşlar biz anlaşdıq. Gedin özünüz Get düzəltin. özün tap, düzəltdir, mən də Hə, götürənə verəm. Nəysə Gedərəm arkadaşlar. dilənərəm. Get dilən, Gedərəm mənim heç başqasına maraqlı deyil. dilənərəm, tapıb verərəm. Vermirəm, pulum yoxdur. Ha, yox demə.
Dene Allah. Yoxdur. İşte puldu da. Müftə pul niyə olur? Mən qızıllarımın puluna deyil müftə puldur. O bu ala kızı. Müftə niyə olur? Əziyyət diyor pulla. O Qızıllar bağlı mənə qızıl. tonda tağılıb. Arkadaşlar, neyse. Bağlarım kameranı mənə necə əsəbləşdirdisə. Allah'ın sən bir Tamam manat da bir dene verməyəcəm. görüm ben düz demiremse diyen aç kişi sen düz demirsen. Sənə bir manat da Sen verməyəm. kızın pulu olsun sen git ondan bununla pul aç. Ben niye atacağız lan? Daha bağırsaklarım yerine gelir niye atacağız Mənim mekten heç daha. maraqlı deyil. İstir bağırsan yerindən Ha, gitsin. sabahtan önce Öyle. her yere taksiyle gidersen. Özün bilərsən. Ha, Neyse ya arkadaşlar. iş manat Bir lazım manat da da deyil. verən deyiləm. Bir manat arkadaşlar. Gedək İnşallah çataq evə. versə deyəcəm Allah'ın sizə. olsun bu. Bir manat mənim pulumdan bir manat götürə. Allah'a and olsun çəkib paylaşacağım. Bax and içdim Allah'a. Özün versən də. Deyəcəm özüm versin çəkib paylaşacağım. Çünki mən özüm versin mən bilirəm ki sən mənim başım bir şey balasın pulu məndən. Çəkib paylaşsın ki mənim pulumu yedi bu insan. Всё, bu kadar. Aslında 100 manat veriyorum değil mi? İstemiyorum baba sen ne Allah verdi Allah bilmem ben sana 100 manat alacağım. İstemiyorum. İstemiyorum. Ben faize pul verməyəm, günahdır. Tamam alın kızım. Bir şərtlə sən məsəl üçün pul verir ki, mənə and içərsən ki, ayın falan vaxtı kamerayla Ayın birində verəcəm. Ayın biri pul səndədir. Ayın birinde vereceğim. Ayın birində mənə verəcəyin pulu götür maşını düzəltdir, istəmirəm. Yok da indi daha ayın biri olacak. Tamam. Ay Nurlan, ayın neçə, bax gör sənə nə deyirəm, apar o maşını düzəltdir, mən sənə indi 460 manat verməyəcəm. 500 manat, 500 manat, ya. verir, 460 manat deyil maşını şeyə. Ben buradan oraya gitmeye Mən nə lazımdır, Allah. Bana 500 ver, 500 alarsan da 460 ver. Deməli qızlar, məndən borca pul Ne bu istəyir, yazık 500 da? Məndən 460 manat borca pul istəyir, ona razıyam, verirəm. Deyirəm ki, verirəm, amma bir şərtlə ki, ayın biri qaytar. O qaynımın maşınına görə istəyir o pulu. Ümumiyyətlə qızıl satmamışdan qabaq istəyirdi, mənim özümdə pul vardı, ondan istəyirdi. Dedim, yaxşı verirəm, elə qismət oldu ki, qızıllarını tatıldı, dedim, elə bu puldan verin də, Ben de 460 həkimə manat. danışdım da. Mən də həkim- deyirəm ki, bu 460 manatı verirəm, mənə and içir yox, yəni o borcudur, o mənə qaytar. Həqiqətən bizdə ümumiyyətlə, yəni ailə də olsa birimizdən pul alanda qaytarırıq da, indi zarafat bir yana. Mən də deyirəm ki, o 460 manatı biri qaytarmayasan, qaytarma da istəmirəm, götür ver maşını var. Onda gecdi da hazır. Genç niyə olur? Ben ustaya deyirəm ki, ay usta, ayın birinə kimi götür, o 460 manatı mənə qaytarmayasan, amma qaytarma da istəmirəm, götür. Sən bu yaşlı verirəm, içdim. 300 manat verme diye 400. Sen Baba. bende 400 pul saklayasan. Allah haqqı almıram, bax, Alma yavaşını bu yere durayım. Bakır deyim bu adamaşırlar. Baba, ayın biri qaytarmayasan 460 Ha. manatı, qaytarma da istəmirəm, halal xoşum, götür. Ha yaxşı. Всё, Ben anlaşdıq. razı. Sən o qədər kişi sən ki sana pulu mən alsam qatım olan 500 manat versen o 500 manatın adını çevirmişsin. Bir də sən məndən borca pul istəsən. Ben Всё, ondan. azmeyiz. Yaxşı. Nəysə arkadaşlar, heç indi mən bir dənə 500 manat çayımı buna verim, gözləyin. Ne? Gözləyin. 20 manat ver benzin vururum. Papa yoxunda. Ay güzel. Ay tak 20 manat. 20 manat, sən 460 manat verməli deyiləm. Üstündə 500 manat verirəm, də 30 manat artıq verirəm. Yox 30 manat, yox 40 manat artıq verirəm. Allah yaxşı ise. Bir. Yaxşı ise İki. 2 kadar okumuşsan. 11'e kadar okumuşsan. Üç. Kırardın zamanı. Ala, bax 1, bax arkadaşlar 2, 3, Ha? 4, 5. 4 yarım. Всё, 5. Всё. Beş. Allah'a and olsun sənə 1 manat da Üstündəki verməyəcəm. qəpik Yox, sən vermərəm. Bax Allah'a and olsun qızlar. İtirəsən, hep Bax olsun. o pulu mənə qaytaracaq da ayın biri. Bax siz Allah pis deyirəm. Deyirəm ki, qaytarmadan Ay istəmirəm. uşaqlar. Allah'a and olsun. O kızılda o pul sakla kalmasaydı, o mənə pul verseydim ben verecektim ki onu, vermeyecektim değil mi? Verməyəcəydim sən qızından pul qalmasa. Yox. Yalansa səni Allah ağır Verəcəkdim ki, alacaktım. Hadi alacaqdın da şeyəm almayım. Əziyyətlə sənə pul verirəm. Şimdi bu eziyeti pulu gördün mü bu Bəs eziyeti? onu deyirəm də, bəs sən halal edirəm, sən pis deyirəm. Şeydir, o manatlıklar da bir bezim vurur. Vermirəm heç bir Yolda manat. olacaq yolda. And içmişəm ki, 1 manat da vermərəm. And içmişəm. Ay, Siz bizim yolda arkadaşlar. qalarıq, qızım, Hey, sana. ay mən yox idim, sən çıxmayacaqdın belə. Niye Allah? Özümə də qaldı nə qədər qızlar. Qoyun deyən. Hala özüne de pul qalıb ha, təsəvvür 100, eləyim. 200, 300 manat, 330 Ay, manat da ay. özümə pul qalıb. Onu da qeyəcəm, qaynanamla özümə xərcləyəcəm arkadaşlar. Hadi nəysə, boğazım cırıldı, and 100 olsun Allah'a manat da sormuşdum. demiştim papa sen paltar alacaksın. Mən qələt eləmişəm. Sənə 500 manat pul verdim. 300 manat istəmirdin məndən. 200 manat sənə əlavə vermişəm. Bir də paltar al. Всё. Ha bu pul bana satmıyor ya, bunun üstünde ben... Ayın bir qat götürəcəksən də. Ayın birinə qədər. Hə.
Neyse arkadaşlar ben gelip kocama yıkım haberdar eləyim ki o bilsin ki bu pulun dalına geçmesin. Gözleyin arkadaşlar gözleyin. Neyse arkadaşlar geldim eve arabadan söz çattıra bilmirəm. Geldim eve Tacirlə Şakirə yığdım her şeyi dedim. 330 ne kadar var? Hə 320 manatımı da qəpiyinə kimi vermədim. Eşdin? Gözü çəpdim aparım gizletmeye. Həşin arkadaşlar 500 manat vermərəm dedim. 500 manat verdim arkadaşlar halal eləyirəm. Sen kaynanam ne diyor onu diren. Ha, qaynanam papaya bu yaxdan öldürür ki, onun pulunu qaytar 500 manatın. O var ha, o bir səndən öldürür qaytarmır. Lazım deyil, istəmirəm. Mən burada artist eləmə. Nəysə arkadaşlar, əsas mənim 300 manatımı bunu da götürüb, mən biraz öncə nə demişdim, onu geyib. Eləmə! Yok güzel. Bu arada özün bir tane üzüğü almıştın. O kızılların üstüne bir tane şey alıp koymuştun. Öz cibinden pul. Sən almışdın? Kim alıp? Sən bir də şir almışdın da mənə? Ha bir tane şiremişe şirdi. Bir tane şir ben almışam. Kaynanam alıp. Anam alıp. Nə dəxli var? Nenem Məndə nənəm alıp. alıb, xalam alıb, nə dəxli var? Niye sattın ben kaynanam alan üzüğü niye sattın ben kaynanam alan almıştım. Heç o 100 manat tutmadı. Bir tane ağzı. Neyse arkadaşlar. Yine de koydum sen bakımdan. Anca delişeceğim bu işini. Neyse arkadaşlar. 500 manatı unuduruq çünkü hakikaten zaten onu verdik. 330 manatımızı da götürdük gedirik xərcləməyə kendimize. Bay bay. Başına dönün. Başına. Uşaqlar mən gedim qəşəng çimdim, paltalara atdım yuyulmağa, saçlarımı qəşəng yudum, qurutdum. Bu arada yeni sırqalarımı taxmışam. İndi birazdan klonu da taxacağam, üzüyünü də taxacağam. Deməli qaynam gil getdi evə ki hazırlaşmağa. Mən də Mədinəni gözləyirəm. İndi Alisa'ya meyvə yedizdirəcəm. Papa bəsdir. Arkadaşlar nasılsınız? Nasılsınız? Deməli hazırlaşmışıq qəşəng. Mədişim də gəlib. Mədişim salam ver. Akşam için iş kazıldı. Mama da Alisa'nın oturub arxada, papa da burada. Deyəm, Akşam qoy ben mən də tez asın. Niyə qabaq oturmuşam? Çünki Alisa'nın qucağında otururam. İndi video çəkirəm deyə Alisa'nın mamaya verdim. Alisa arxada sıxılmasın deyə onun qucağında oturum deyə qabaqda mən oturdum. Mama ilə mən dişi verdim. Mama ilə mən dişi verdim arxaya. Şimdi gedirik Xəngəlanda qəşəng bir dənə axşam yeməyimə. Bilirsiniz ki, kocalarımız yoxdur. Bir dənə papa başımızdadır ya da evin ağsaqqalıdır deyə. Yəni onun nə işi var cavanların içində. Evin ağsaqqalıdır deyə onu şeyə qoymuşuq. Bizim yanımızda qoymuşuq. Gedirik indi Xəngəlanda qəşəng bir dənə oturaq, yemək yeyək, içək, çıxaq gələk evimizə. Sonra Mədişlə mən marketə girəcəm. Özümüz üçün abur-cubur alacağıq. Axşam çünki qəşəng pijama partisi eləyəcəyik ikimiz. Papa bəsdir də sən də gətirim soğum yanıma. Pijama partisi biz de oturup da pijamamız yoktu. Olsun diye. Ya biz de pijamamız. Deyil mən də oturum pijama partisində. Ben de oturacağım. mamamla Akşam ben mən. o şeyde onu görmüşüm orada. Onu mahvedeceğim orada akşam. Pijama partisi, Taze dedi ki- pijama partisi, pijama dedi- partisi. Qadınla mama qala bilərsən, yox. Taze ben kırakta oturacağım da. Taze Aa, dedi. sen kırakta oturursan. Pijama ile oturasınız orada. Hə, Sen. pijama partisində pijama ilə otururlar. Nə ilə otururlar bəs? O adı heledi. Neyse arkadaşlar, option Mədişlə özümüz üçün qəşəng axşam ziyafət eləyəcəyik. Eliyersiniz. Qəşəng, Ama medyansız siz eliyersiniz. qəşəng Gel gedək hele indi çörək ellerim yeməyə. orada. Çiserim. Bir de böyle kendimin kızımın evinde kalmalı değilim. Ne kalmalı? Ben gezmeyeceğim. Sen arma. Yok. Hadi arkadaşlar. Arkadaşlar gəlmişik. Zakazlarımızı verdik. Mama küvetka istedi. Yox, mama sezar salatı istedi. Papa da sezar salatı istedi. Mədişim də sezar salatı istedi. Papa sonra əlavə olaraq nugget free istedi. Mama küvetka free istedi. Mədişimlə də mən özümüzə quzu qovurması dedik. Bir də mən badımcan röti dedim. Burada Mədiş də şey dedi. Ne dedi? Sezar salatı. Evet. Alisa da hələ gözləyirik görək ən altda. Ona free verərəm, bir dənə free yer. Öz şeyindən verərsən uşağına. Evet, böyle işlər yəni. Baba akşam buradan çıxırıq, deyirsən bizi düşürürsən evə, özün də yallayırsan evə. Beni. Oysa bu evə deyirmirsən ki, cavanlar otursunlar. Ben saparsızları bura. Ali sana götürüp. Alisa pürsün, şu an mənim gedəcəm sonra. Ben yok. Sen Anam ne güzel görsən səni Pijama inanacaq. Maşallah. Ne kafa fotoğraf verir ki biz. Mehribanlaşın, kafa fotoğrafı alıram. Aşkla bakın birbirinize, ben hepsi bakın. Kavalarımız da gel. Ay da çok soğuk diyeyim. Ha tamam, hiç kalsın o zaman. Kapı, bir dakika, kafa fotoğrafı ver papa. Kapak yok. Yakın durun. Elimden belə o elə kapak fotoğrafı verim. Arkadaşlar mənim gəldiyi ayağım, mənim ən sevdiyim və yəni badımcan verim. Yo, çəkəcəm, niyə çəkmirəm? Kapak ne demek? Arkadaşlar mahnı var idi deyə buraları səsləndirəcəm çox güman ki. Mahnı var deyə buraları tezləşdirəcəm sizlər üçün. Mənim ən sevdiyim. Amma bunu niyə də bişirmirsən yeyim? Bir də sənin əlindən yeyim də nə olar ki? Bunu çox sevirəm də mən hər Ben tadına bakınca yok. Niyə dəlimə baxmısan dadına sən baxma. Gözlə. Sən kapak fotoğrafı verin, özümü öldürürəm burada. Yaxın durun ki, arxa fonu götürürəm. Yaxınlar başında yaxınlaş. Ay sağ ol, bax belə. Nə qədər gözəl Allahım. Bizim gələ sən kapak fotoğrafı verirəm Akuban. Aşkım. Alisa. Aysən. Aşkım bir dənə də sən ver. Все. Nədir ki, ehtiyac yoxdur. Bacı bu səqəmək makyaj eləməmişəm bu arada arkadaşlar. Çünki mən hər zaman gözələm. Evet. Belə. Bu kadar nasıl olacak? Mamam hər gedib bay-bay qabı qocalıb tarıb. Yaşına görə yaxşıdır. Kim kaldırır? Nasıl kaldırır? Ne oldu hocam? Hadi. Bence hocam. Ama sən evdə tərbiyəni çıxartmış Bu arada her işe bir tane kapak fotoğrafı.
Hadi arkadaşlar başlayalım. Ben bir bundan da papa yiyip tutarmamış. İşte ona göre götürebilmedim Nurlan. Üzümlerinizi yiyin qabağınızda. Arkadaşlar yeməklərimiz gəldi. Əlli olsun. Gəlin mən kimi. Alice de burada. Şöyle yiyin. Qoy yesin değmez. Evet arkadaşlar. Ne kadar boğulasın. Az ben bir boş kapma göstereyim. Ben YouTube izləyicilərim, əgər ki dadlı xəngəl yeməyə, dadlı yeməyə, kebabı olsun, fərq eləmir, salatı olsun, quzu qovurması olsun, fərq yox, yemək istəsəniz bu restorana mütləq gələ bilərsiniz. Çünki həqiqətən də dadları çox gözəldir. Birazdan masanın sonunu sizlərlə paylaşacağım ki, görün biz necə hamısını yedik. Həqiqətən adam bilmir hansı yeməyin dadını fərq eləsin. Yəni möhtəşəm bir şeydir. Mən qalmışam, takım qalmışam. Uşaqlar gəldik rahat marketə. Alisa mamiyə bax. Alice mamiyə bax. Cicuş. Hadi gidelim. Siz nəyə gəlmişsiniz? Bax sən nəyə gəlmişsən Nurlan? Alisan gəlmişdin də programda. Mən kameram niyə hal-hazırda Alice? Alice, qorxmursan ona qurban. Əldə var. Arkadaşlar, hal-hazırda rahat marketdəyik. Mən bir sən nə axtaram? Mən də cipslər zadlar hardadır? Hə, orada. Oraya getməm lan. Cipsi falan alacağıq. Papağın papağın başına qoydum, nə olar? Elə bilməm şeydir. Çəkil mənim edişim. Gəlin arxamca. Gelin arxamca. Ha, buradadır cipsler arkadaşlar. Cipsi götürün çünkü biz bugün kız kıza parti yapacağız. Mehdi şansından istersen falan. Götür. Ben tüfeği götür. Hansı sen götür. Biz de götürebiliriz. Yok. Bence yeşilden götür isterle acılı. Sen ne istiyorsan Nolan? Ben götürüyorum, sen naradın mı? Ben seviyorum. Arkadaşlar cipsimizi götürdü. Gide aşkım. Buna göre gelmişti. Ben arabanı Şam'a göre götürmüşüm. Papa besdi de, papa besdi. Şuna pes okuyordum. Hə, bu dəqiqə götürürəm düyü peso. Sənin bugün hələ verdiyin borclar qurtarmayıb ha. Düyü pes o. Gəl düş qabağıma Nurlan. Alça görəsən var papa burada. Alça gətiriblər görəsən. Çiyələk var, alça yoxdur, hə? Hə, amma al da nə ola bilən çay götür. Hadi alça yoxdur məncə. Alça olsaydı alça yeyərdik. Hə? Çay? Mən hansı çaydan içirəm anacan? Tez. Deyə bundan götür. Al. Ha sen bunlar nedir? Aa gidip biz onu bir pesos götürüp. Az evde yoktu götürdüm. Allah hakkı. Allah sen ne yiyorsun evde? Apa bunu da götürüp gelmeyen buraya. Pesosu götürmeye bir pesos yoktu. Gel. Az iki maddenin. O yok lobi yiyirsən sən de mənim lobiyalarımı tutun var sən lobiyanma. Gəlin çıx. Ay oğlum mən bunlarla niyə gələm ki mağazına vəbşi? Bəsdir, istəmirəm, almıram. Gəl düş qabağıma çıxım qabağına. Bəsdir. Mən düşmə ekrana vur əlimi. Mama ile bir gün sus üstünde tutulmuyor. Arkadaşlar geldi eve. Yazıklar olsun size. Hadi gittik. Yaşta kadar koymayacağım. Merak etme. Sağ olun izleyicilerine. Завтра увидимся. Kızlar, Arkadaşlar. çocuklar, helali, muhayyet olun. Hadi gittik. Biz de kalkıyoruz evimize. Mədiç Ali'si yemeğin tutukasını götürdün de ha balam. Mədiç de burada da gelir. Gedək ilk işimiz Alisanı çimizdirməkdir təcili sürətlə. Çimizdirək, sonra Alisi yatışdıraq. Sonra özümüz üçün oturaq qəşəng kinoya baxaq, nə bilim, söhbət edək. Evet, pijama partimiz başlasın. Hə, Maşan? Deməli, uşaqlar gəlmişik evdəyik. Gələn kimi ilk işim Alisanı çimizdirmək oldu. Çünki Alisa dayanmadı, neçə saat idi, oyaq idi. Alisanı yatışdırdım. Məliş sağ olsun, bir balaca burada mənə kömək edib o şeyi boşaldı. Mən də burada özümüz üçün şeylər almışam. Yəni indi yeməyimiz üçün malzemələr almışam. Bir də üzümü düzəldim. Malzemələr almışam. Qız partisi eləyirik. Qəşəng istəyirəm bir dənə sizlər üçün. Sizlərlə bərabər daha doğrusu qəşəng bir dənə stol quraq. Mədişlə özümə. Pijama partisi eləyirik. Bilirsiniz ki, papanın göndərdiyi gücünə bəla ilə göndərmişik də, yəni papanı getmək bilmirdi. Dedi, mən getməyəcəm. Özümüz üçün içməyə biz onlar almışıq. Cips almışıq, simçika almışıq, fistəşka almışıq. Səhər özümüzün içməyə şey almışam. Kofe almışam ki, birdən səhər məsəl üçün ailanda deməli kofe içmək istəyir deyə kofe almışam. Yəni qəşəng süfrə hazırlayayım, oturalım. Arkadaşlar masamız hazır.
tam bir qız partisi. Baxın, sümükkamız, pendirimiz, fistaşkamız, popcornumuz, boşqablarımız, istəkanlarımız hamısı hazırdır. Mədinə də sağ olsun, Ayşin patalarım qutardı. Təzədən yenə bir ton paltar yuyub sərmişəm. Deməli, yorumlarda qızlarımın çoxsu yazır ki, çalış paltarları açıq havaya səy. Amma hər dəfəsində deyirəm ki, mənim açıq havam yoxdur, balkonum yoxdur, məhlədə yoxdur, ip heç nə yoxdur. Məcbur qalıb evə sərirəm. Amma narahat olmayın, yuxudan duran kimi ilk işim evi havalandırmaqdır. Bir dənə izləyicim bu Delina dokusu haqqında mənə demişdi ki, bunun haqqında məlumat verin, qoxusu haqqında. Qızlar, qoxusu bilirsiniz tündür, amma vurandan sonra qoxu açılır. Bir də hansısa gülün, bilmirəm də nə gülüdür, bilmirəm, amma hansısa gülün qoxusu gəlir. Belə qəribə bir iyisi var da, belə necə deyim, çox belə qeyri-adi bir qoxusu var. Bu arada xalamdan almışam. Xalamın səhifəsində çox soruşmusunuz. Xey parfümə yazırsınız Instagramda. Mənim takip listəmə baxsınız, mən takip edirəm. Orada var. Çanta səhifəsində çox soruşmuşdunuz. Xəyala shopping K ilə başlayır. Xəyala shopping yazırsınız. Çanta səhifəsi də orada çıxır. Belə. Heç nə. Mədiş, bu sənə rezinində, mama rezinində. Həqiqi. Götür qoydum. Belə mamalıdır. Heç nə arkadaşlar. Bu arada əsas şey demədim. Bizim qocalarımız nərdədir? Bugün biz onları göndərmişik bağa. Erkəyə bağda dincəlirlər. Biraz öncə mən tacirə yığmışdım. Mədiş də öz yoldaşına yığdı. Orada qəşəng özləri üçün ziyafət verirlər. İsti hovuza falan girirlər. Biz də dedik, Mədiş də uşağını mamasının yanında qoyub. Biz də heç nə, Alice də yatıb. Biz də şimdi başlıyoruz. Mədiş, yavaş. Yavaş. Alice otursa səni öldürəcəm. Biz de özümüz için kız-kıza parti eləyirik arkadaşlar. Evet. Böyle. Hazırıq Mədiş. Hazır. Otura bilərik. Biz arkadaşlar biz gedirik oturmağa. Əslində istəyirəm artıq bu videomu burada sonlandırım. Çünki zaten bundan sonrası məncə sizin üçün də maraqsız olar. Biz qəşəng oturaq, biraz söhbət eləyək, özümüz üçün yeyək, içək. Sizdən sağollaşaq. Hər birinizi çox sevirəm. Yaxşı ki varsınız. Bu vloqa baxdığımız zaman biz sizlər üçün yeni əyləncəli oyun vloqu hazırlayacağıq. Like atıb, yorum yazıb, kanala abunə olmağı qəti və qəti şəkildə unutmursunuz. Sizləri çox sevirik. Yaxşı ki varsınız. Sağ olun, salamat qalın. Bay bay.